Salam hörmətli tamaşaçılar, xoş gördük hər birinizi. Salam hörmətli Elman. Aleyküm salam. Necə? Yəni tamaşaçılar da bizdən oradan dilər ki, sənə dedilər ki, daha doğrusu aleyküm salam ay Rəşad. Hörmətli tamaşaçılar, bugünkü buraxılışımızda kəndimiz verilişində Xaçmaz rayonuna gəlmişik. Kəndimiz məhz bu rayonda çəkiliş edəcək. Hörmətli tamaşaçılar, bizim bugünkü verilişimiz Xaçmaz rayonunun Çınartala kəndində olacaq. Bəli. Hə, hörmətli tamaşaçılar, bax, harca bir 5 dəqiqə, 3 dəqiqə bundan öncə anons etdiyimiz kimi biz hal-hazırda Xaçmaz rayonunun Çınartala kəndindəyik. Mən 100% əminəm ki, Çınartala kəndində birinci çəkiliş eləyən televiziya kanalı Lizer kanalıdır. Mən buna tam olaraq əminəm, mən sən dediklərinə razıyam. Hörmətli tamaşaçılar, artıq təbiət belə deyək, oyanıb, bu yaşlılığa baxın, gül, çiçək, maşallah, maşallah. Hər şey də oradan çox gözəldir. Verilişimizə baxın. Elə ki, Elman, nədir? sən gedirsən. Mən getdim öz işimin dalıyca. Rəşad, sən də get. Sənə gözəl istirahət arzulayıram. Mənə gözəl gəzintilər, sənə də gözəl istirahət. Dadlı yeməklər arzulayıram sənə. Artıq əhval-ruhiyyəm o qədər gözəldir, o qədər yaxşıdır ki, mən getdim. Mən də getdim. Hörmətli tamaşaçılar, bax gördüyünüz kimi doğrudan da bu yazın gəlişi burada büruzə verib. Yəni bu canlı şahidi siz də bizlə olursunuz. Bax ağacların yaşıllığı, təbiətin gözəlləşməsi, bax torpağın bu cür oyanmağı insanda belə deyək də insanın ruhuna oxşuyur. Kəndin adı Çınartaladır. Mənə çox maraqlı gəlir. Hələ kəndin o adının niyə Çınartala olduğu haqqında heç bir məlumata malik deyiləm. Və çalışacağam bu yaxın vaxt ərzində o haqda maraqlanaq görək, niyə görə kəndin adı Çınartaladır. Və bir də bu kənddə, kənd cəmaatından 1-2-3 nəfər yolda mən soruşdum. Deməli, kəndin yaşı bir əsrdən yuxarıdır. Bu evin yaşı 1800-cü illərə təsadüf eləyir. Yəni o vaxtlar qurulub bunun bünövrəsi. Bu ev haqqında belə deyək də, qoy mən çox danışmayım. Bu ev haqqında evin sakini bir ağsaqqal var. O ağsaqqalın özündən öyrənək. Hörmətli tamaşaçılar, Çınartalanı gəzirəm. Ümumiyyətlə, kənd həyatı çox gözəldir. Mən o cür düşünürəm, mən belə fikirləşirəm. Çünki var təmiz havası, gözəl insanları, gözəl təbiəti, gözəl mənzərəsi, hər şey doğrudan insan üçün insana ləzzət eləyir, xoş təəssüratlar bağışlayır. Deyə bizim məşallah cavan belə deyək kənd sakinlərimiz necəsən? Adın nədir? Ağabala. Ağabala, nə var, nə yox? İşte. Ağabala, neçə yaşın var? 9. 9 neçənci sinifdə? 3-cü. 3A sinifi. 3A sinifi. Hansı məktəbdə? Aşağıdakı məktəbdə, Palçoğlan məktəbində. Hə, bu məktəbdə. Ağabala, şeir bilirsən? Danış gəl. Qalx da, qalx. Ay sağ ol. Bilirsən mənim, sən yurdun, yuva məskənimsən, ana doğma vətənimsən, ayrılarmış könlücə də Azərbaycan. Bax, hörmətli tamaşaçılar, hal-hazırda mən o dediyim o qədimi evin həndəvərindəyəm. Ağsaqqal da buradadır. Yaxınlaşaq ağsaqqala. Salam ağsaqqal. Necəsiz? Vəziyyətiniz necədir? Bax, hörmətli tamaşaçılar, bayaq sizə dediyim kimi o kənd cəmaatı deyirdi ki, bax bir ağsaqqal var, bu evin sakini, bu evin sahibi. Həmin ağsaqqalın yanında. Ağsaqqal, özünüzü təqdim eləyin. Ağabala Bədəl oğlu. Ağabala baba, necəsiz? Sağ ol can, Allah kömək olsun. Ağabala baba, bu ev haqqında nə deyə bilərsiniz bizə? Bu ev haqqında deməli məndə sənət var ki, 1890-cı ildə mənim atam Bədəl ki, bu binada anadan olub. Hə, deməli, binada hələ 1890-cı ildə bu binada adam olub. Deməli, bu 1890-dan da o tərəfə gedir, sıxır bu binanın yaşı. 1800 hardasa 50-ci illər olar da belə bu bina tikilib. Bax, bu binayı kim tikib? Ağabala baba. Ağabala baba bizi tikib. Mənim babam ağabala tikib.
Hə. Sizin babanızın da adı Ağabala olub, sizin də adınız Ağabaladır. Bəs Ağabala baba, bu Ağabala adını özünüzdən sonrakı nəsillərdən kiməsə qoymusunuz adı? Ha, mən öz nəvəm var, oğul nəvəm. Ona qoymuşam o adı. Öz adını, yəni ki, ona qoymuşam o nəvəmə. Bax, hörmət tamaşaçılar, eşidirsiniz. Deməli, bu evi, bu binanı tikən adamın adı olub Ağabala kişi. Yəni bu 1850-60-cı illərdə bu evi tikən insanın adı Ağabala olub. Hal-hazırda yanımızda duran insan, sizlə hal-hazırda canlı ünsiyyətdə olan insanın adı da Ağabala kişidir və bu öz nəvəsinə də öz adını qoyub. Yəni bu Ağabala adı artıq əsrlərləndir ki, yaşayır. Ay salam aleyküm. Xoş gördük. Necəsən qardaş? Xoş gününüz olsun. Nə var, nə? Adın nədir qardaş? Adım Elşəndir. Elşən çox gözəl. Hörmət tamaşaçılar, həm söhbətim Elşən. Açıqlayım nəyə görə mən bura gəlmişəm. Çünki bayaq biz yolda rastlaşanda Elşən artıq məni evinə qonaq dəvət etdi. Dedi ki, gəl qonağım olacaqsan, heç yerə buraxmayacağam. Və belə. Ağabala baba, siz mənə nə maraqlı gəldi? Bax, belə deyək də, yəni 1800-cü illərdə bu cür 2 mərtəbə hündür binanı tikmək, 3 mərtəbəli bina, hələ 3 mərtəbə. 3 mərtəbə deyə. Hörmət tamaşaçılar, mən baxın ona. Müsabiqdən bunu göstərir. Bax, 1-ci mərtəbə, 2-ci mərtəbə, bu da 3-cü mərtəbə. Bax, bu 3 mərtəbəli binanı tikdirən sizin babanız nə işlə məşğul olub? O vaxt kim olub ki, bax bu cür ev tikdirir 1800-cü illərdə? Mənim anam 101 yaşında rəhmət edib. Onun şöbəsinə görə hardasa özbaşı olub bu babam. Yüzbaşı. Bax, bu kəndin tarixi haqqında nə bilirsiniz? Tarixi ancaq o başa bu kentin adı da bu aşağıda bir pir var, Çınar Piri diyordu. Onun adına da Çınar Tala kendi koydu bu kentin adı. Kəndiniz haqqında maraqlı nə danışa bilərsən Elşən? Kəndimiz haqqında ətraflı məlumatı ancaq yaşlı kişilərdən zatdan belə şey eləmək olar. Yəni kəndin tarixi çox böyükdür. Yaxşı mənada deyək də. Bu gəzilməli yerləri çoxlu var, məsəl üçün. Kənddə məsələn görməli nə var? Kənddə görməli məsəl üçün tarixi evlər var, meşəliklər var, bulaqlar var, qəşəng çəkilməli yerlər çoxdur. Yerli əhali əsasən nə işlə məşğuldur? Yerli əhali məsəl üçün sahələri var, tarlaları var, əkin-biçi ilə məşğuldurlar, əkinçiliklə, meyvə-tərəvəz məsəl üçün ixal eləyirlər. Belə də. Bu balaca desən evladındır. Bəli, bəli. Adı nədir? Zəhra. Zəhrə neçə yaşın var Ayzə? 5. Neçə kimsəyə bilirsən? Say görüm. 1, 2, 3, 4, 5. 6, 7, 8. 6, 7, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 19, 22. Maşallah, maşallah. 25. Ağmalı baba, bir dənə bizi çıxardardınız da bu evin. Mənim üçün çox maraqlı deyə. Bax, əziz tamaşaçılar, həqiqətən də 100 yaşdan yuxarı olan bir binanın içinə girib, onun içində çəkilmə mənim üçün maraqlıdır. Ağsaqqal, buyurun. Hörmətli tamaşaçılar, bax bu evin bu qapısı mənim diqqətimi cəlb elədi. Bax siz mənə elə gəlir ki, bu cür qapı mən bir dəfədir görürəm, bəlkə siz də bir dəfədir görürsüz. Qapı bu cür bağlanır. Amma qapı bu cürdə açılır. Mən bir dəfədir bu cür qapı görürdüm, yerdən qapı. Hörmətli tamaşaçılar, doğrudan da mənim üçün maraqlıdır. Bax, indi o sualı verəcəm. Bax, sual birdən gəldi ağlıma. Ağbala bax, mən görürəm ki, bu evin bu yuxarısında, tavanında olan bu şalbanlar zatlar biraz köhnəlib. Yəni bunlar nə vaxtsa siz bunu restavrasiya eləmisiniz, yoxsa elə o vaxt nə cür tikilib o cürdə qalır? O vaxtda nə tər tikilib, hələ hələ də qalır. Hardasa bir dənə üst damı o şifrləri mən ələtdirmişəm 72-ci ildə. O vaxtda gələ üstü açıq idi binanın, torpaq idi. Sonra o 72-ci ildə mən şifrlədim binanı. Amma hal-hazırda bax gördüyümüz bax bu şalbanlar. Belə köhnədən qalandır. Zəhra, şiir bilirsən? Denən gör. Qarankşı, Məndə qara.
Sən gələndə qaran qoyur sevimli ölkəmizə, baharın gəlməsindən xəbər verirsən bizə. Çiçəklərin çölsəmən görmüsənənir, ağaclar çaylar şeylər çalır, al yeni yamacılar. Quşlar yığışıb gəlir, canlanır, yaşamışır. Baharın göçsün, qaran quşum həmişə. Hörmət tamaşaçılar, Zəhra şeiri bir nəfəsdə necə dedisə, onun əvəzində mənim ürəyim belə döyməyə başladı. Və maraqlıdır Elşən. Biz də uşaq olmuşuq. Biz də şeiri deyəndə məhz bu tipdə demişik. Görəsən niyə belə baş verir? Nə bilim valla yaşlaşdıqca o şey Tələsirsən bə. gəlincə həyəcan məsəl üçün olur bəzi uşaqlarda biri görsən. Get-gedə o şey yavaş-yavaş intonasiyaya çevrilir də yəqin ki. Keçək evə. Keçək yavaş-yavaş evə. Keçək evə. Hörmət tamaşaçılar, yenə qeyd elədiyim kimi, kəndləri nəyə görə sevirəm, kənddə yaşayan insanları nəyə görə sevirəm? Çünki səmimidirlər, sadədirlər, şəhərdə artıq bunlar, belə deyək, xırda aradan qalxır. Qapı pəncərələr, zatlar deməli hamısı o vaxtdan qalmadır. Bir dənə o kör pəncərəni təzələmişik, qalanın hamısı nə var, o vaxtdan qalandı. Bax bu evin tikilişi ilə bağlı, bax bunu necə tikiblər, hansı ləvazimatlardan istifadə olunub tikilir bu haqda? Anam deyəndə 101 yaşında rəhmətə gedib. O mənə söhbət edib ki, bəs yumurtanın sarısından bunu palçığı, sulağı da hamısı yumurta sarısından olur. Ona görə də elə kördən bilinir ki, o vaxtdan qalandı. Ondan başqa biz göl tərəfə suvaqda da verdirməmişik. O dövrdən qalandı. Deməli, bu boyda binanın hamısı yumurtanın sarısı ilə tikilib. Burada neçə minlərlə yumurta istifadə olunub. Ancaq yumurtanın sarısından palçığı, suvaqları onunla gedib. Ona görə Bilirsiniz, bir dənə də sual belə meydana çıxdı məndə. Bu binanı tikənlər, yəni Azərbaycanlılar olub, yoxsa hansısa bax qonşu dövlətlərdən hansısa ustalar gəlib tikib, bilmirsiniz? onu Dağıstandan olan var, ondan sonra ancaq Azərbaycanlılar tikib. Deməli, Dağıstandan gələn, Dağıstanda yaşayan Azərbaycanlı ustalar tikiblər bu binanı və bu binanın ən maraqlı hissəsi, bax bu binanın eni, divarların eni 1 metrdir. Siz bir dənə təsəvvür eləyin, baxın. Bu divarın eninə baxın. Bu bir divarın enidir. Yəni bütün bina bax bu endədir. Bu divarın eni qədərdir. Bütün binanın hər yeri bu en boydadır. Hörmət tamaşaçılar, gəldik. Həm söhbətimiz Elşən evinə. Salam aleyküm. Xoş gördük. Hoş gelmişsiniz. Adınız nə? Nazile. Nazlı xanım, çox gözəlsiniz. Sanover. Səndar xanım, çox gözəl. Mənim adım Rəşaddır. Elşən, belə danış, öz ailən haqqında danış görək. Öz ailəm nətər deyərlər, anamdır. Bu da əmmimizin yoldaşıdır deyək, yəni gəlincamız sayılır. Belə öz ailəmiz anamdır. Sən bayaq mən belə başa düşdüm ki, əvvəl siz şəhərdə yaşamısınız. Bəli. Danış da bu barədə. 8-ci ildə Sumqayıt şəhərində olmuşuq. Məsəl üçün uzun illər orada yaşamışıq. Daha sonra ata-baba yurdu olduğu üçün mən də evin ən son beşiyi olduğuma görə, yəni anamgillə bir yerdə köçlük gəldik rayona. Kənd həyatı cəlb elədi. Kənd həyatı cəlb elədi, bəli. Kənd həyatı cəlb eləndi, səni nə ilə cəlb elədi? Öz yaşıllığı ilə, təmiz havası ilə, saf suyu ilə, nətər deyim, Bax qardaş, gözəlliyi ilə. bax qardaş, qazı var, suyu var, işığı var, sonra nə var? Hər şeydə, hər şey. Yaşıl, belə deyək, yaşıllığı, nə bilim, təmiz havası, su yenə də təmiz. Sonra deyim, internet istəyirsiniz, o da var burada. Sonra nə var? Hər şey. Hər şeydə şəhərə aid olan hər bir şey, daha artıqlamasına, hətta artıqlamasına. İstirahət zonaları istəyirsiniz, hamısı yaxında. Meşələr, nə bilim, parklar, hər şey var. Hörmət tamaşaçılar, vallahi billahi deyirəm, hər şey var. Biz də elə. Bəli, hər şey var. Olduğu kimi söylədiniz. Hörmət tamaşaçılar, bax hal-hazırda mən elə bir yerdəyəm ki, bax siz səbirsizliklə gözləyirsiniz, mən bilirəm. Deməli Ağabala baba mənə öz babası Ağabala kişinin şəklini göstərir. Bax hal-hazırda həmin o gördüyünüz o adı çəkilən adam, bu evi tikən insan bax bu kişidir. Hə? Bəli, bu kişidir.
Bu binanı tikdən bu kişidir. Bilirsiniz necə Ağabala baba, mənə maraqlı gəlir. Bax bu kişinin üstündə belə patron daşlar var. Biraz belə nəsə belə desən şey kişi olub, döyüşkən kişi olub. Bu kişi döyüşkən kişi olub. Öncəki yüzbaşı olub bu. Dağdan bu hamısını bu o dövrdə qaçaqçılarla belə adamlar olub ki, gəlib cəmaatı oynamışlar. Soyğunçuluq edənlər qarşısına alıb bu kişi. Mən bir də şey eşitdim, deyir ki, hardasa Rusların Rus hardasa bu deyir qoşunları olub ya Rus dəstələrinin bu kəndə hücumunun qarşısını alıb ağsaqqal. Kəndi Rus qoşunlarının qarşısını alan bu kişi olub. Sənbər xan, Çınartalada əsasən qonaqlar gələndə nələrə üstünlük verilir? Nələr bişirirsiniz? Hər şey, nə ürəkdən keçir. Qonağa məsəl üçün lazım olan hər şey. Məsələn, qonaq üçün bişirməli. Məsələn, Adətən bax, Çınartalaya, Xaçmaza gələndə ümumiyyətlə Xaçmazın özünə məxsus bir yeməyi var. O yemək hansıdır? Var belə bir yemək? məxsus deyəndə elə də məsəl üçün Azərbaycanlı xudəgi nətər bişirirlər. Biz də küftə bozbaş bişiririk. Plov bişiririk. Pilav pişiririk, yəni. Eləyirik. Baxın, Şəkinin özünə məxsus yeməyi pitidir. Tutalım, onu özünə məxsus olaraq bişirirlər. Amma bilir ki, Şəkiyə aid. Burada məsələn plov. Plovu Lənkəranda bir cürə bişirirlər. Xaçmazda necə bişirirlər? Plovu bizdə necə də hələ həm bişirir, bizdə hələ bişiririk də. Yəni qarası ilə yaxşıca qaz Qorma olur, toyuq qorması olur. Toyuğu bütöv içində doldurub qoyursan qazanın altına, aş eləyirik belə kimi. Elə yox, qeyri. Deyirsiniz, badis axır toyuğu bütöv Qazanın altına içində doldurursan, ləvəngi kimi qoyursan. Sonra üstünə də düyünü tökürsən, dəmə qoyursan. Mən birinci dəfə də eşitdim. olur. Bir də bizim zonanın ən yaxşı adı bişintilərdə məsəl üçün, məsəl bu şirniyyatla bişirəndə bizdə adını seçilir bu şəkər buran bişirməyi. Çünki biz bunu yuxana eləyirik. Şəhərdə ona badambura kimi baxırlar. Ancaq biz bunu tam başqa cürdə. Bir dənə belə sonra şirin qoğallar var. Başqa cürdə məsəl biz indi də onu eləyə bilmirik misası içində. Amma onlar bizdə ən yaxşı. Şəhərdə biz özümüz şəhərdə yaşamışıq. Gəlmişik kənddə olduqlarımız, orada mən məsəl şəhərdə 40 il yaşamışıq. Mən iş yoldaşlarım olub, mən özüm tikiş cexində işləmişəm. Orada iş yoldaşlarım mən həmən o şirniyyatlardan aparanda onlar məhtəl qaldı, bunu necə bişirmişsiniz? Səndər xanım, belə deyək, 40 il siz şəhərdə yaşamısınız. Kənd həyatı sizə çətin gəlmir. Xeyr, nə bilim, mən əgər şəhərdə qalsaydım, indi ölərdim bəlkə də. Ona görə ki, şəhər həyatına kənd həyatı eyni deyil. Havasına görə, hər cür şəraitinə görə. Kənd həyatı mənim üçün çox. Özə bizim kəndimiz kənd kimidir, aha. Maşallah, bax yollarınız da çox gözəldir. Hər şey kənddə yaşamaq bir az çətindir nəyə görə? Hər şey öz əlindən eləyirsən. Daim hərəkətdə olursan və hərəkət sağlamlıq. Yaxşı. Orada şəhərdə evdən bayıra çıxmırsan. Amma burada mən məsələn darxanda çıxıram bağa, bir ağacın tumurcuğuna baxıram, gülünə baxıram, meyvəsinə baxıram. Bu ağacların öz yaşıllığın, güllərin öz iyisi var, çox gözəl iyisi, qoxusu var. Uşaqlar məni çağırır ki, gəl mama, şəhərdə uşaqlarımız var. Gəl Şəhərdə nə var? Gedə bilmirəm, gedə bilmirəm, qala bilmirəm. Hələ ki mən orada yaşamamışam. Mənim atam anadan olub 1890-cı ildə bu binada anadan olub. Hə, deməli bu binanın Bədəl kişi. Bədəl kişi Ağabala kişinin oğludur. Hə, oldu. Bir də bax burada mən bir balaca bir yer diqqətimi cəlb elədi. Bura nədir? Tövlədir. Malqala saxlayan tövlə. Mənə elə gəlir o vaxt burada bəlkə də at-sat saxlamaq üçün olub. Bura heyvandan ayrıca o kişinin özünün atı olub, o bu tövlədə olub. Mesela inek için ayrı, gömüşler için ayrı, at için ayrı. 3 tane tövbe var bu binada. Ha, oldu. Ağabala baba, təşəkkür edirəm verdiyiniz bu dəyərli məlumatlara görə. Bax bu tarix haqqında mənim şəxsən xəbərim yox idi. Mən birinci dəfə də eşidirəm bu haqqda və sizin də bax bu tamaşaçılarımıza bu cür tarixi məlumatları çatdırdığınıza görə sizə təşəkkürümüzü bildiririk. Sağ olun. Hörmətli tamaşaçılar, biz nə edirik bilirsiniz? Mən əminəm ki, siz bilirsiniz biz nə edirik. Keçirik əsas mətləbə. Mətbəxə. Gəldik mətbəxə. Görək, aha, Sənbər xanım, bir danışın. Bu
Küftə bozbaşdır. Bizim bozbaş. Doğrab pişirmişik. Hə, ancaq noxudun içinə tökməmişəm, noxudun ayrıca pişirmişəm. Bu küftə bozbaşdır. Yəni bir ki bizim Bu da deyəsən sizdə yaxşı. biraz qeyradır. Hə. Bu elə bir ki ət də içindədir də. Elə bir ki həm tikəsi var, Həm parça. belə, həm də belə küftə bozbaş deyir. Bizdə məsələn toylarda bundan qabaq ən çox bundan veriblər, sonra bozbaş eləyiblər. Hə, aydındır. Küftə bozbaş mütləq olur mövzusu. Və yenə də mal ətindəndir. Və noxudu qıraqda Ayrıca qoyursan, xörək tökəndə noxudu da əlavə eləyirik ora.